Heç şübhəsiz ki, Azərbaycanın haqqı ödənilməyən zabitlərindən, döyüşçülərindən, şəhidlərindən biri də Raquf Orucovdur. Çoxlarının Murov Qartalı kimi tanıdığı Raquf Orucov 1-ci Qarabağ müharibəsi iştirakçısı da olub. Aprel döyüşlərinin şəhididir. Ölümündən sonra igidliyə görə medalı ilə təltif olunub. Lakin mən düşünürəm ki, bir çoxları kimi düşünürəm ki, ona milli qəhrəman adı da verilməli idi. Lakin ona milli qəhrəman adı verilməməsi uzun müddət keçmiş qərargah rəisi Nəcməddin Sadıqovla əlaqələndirilirdi. Nəcməddin Sadıqovu, Raquf Orucovu və digər milli qəhrəmanımız şəhid Polad Həşimovu sevmədiyi, yəni çox danışılır, çox deyilir. Təbii ki, bunun da yəqin ki, səbəbləri var. Lakin Raquf Orucovla bağlı eşitdiyimiz xoş sözlər, qəhrəmanlıq hekayələri hamısı mən düşünürəm ki, realdır və onun haqqında dünən bir yazı oxudum və düşünürəm ki, təkcə o qəhrəmanlığına görə Raquf Orucova milli qəhrəman adı verilməlidir. Həyatda olan milli qəhrəmanımız Fəxrəddin Cəbrayılov, general-mayor müsahibəsində deyir ki, 1995-ci ildə hərbi hissə komandiri olan zaman, səhv etmirəmsə hərbi hissə komandiri olub Fəxrəddin Cəbrayılov. Bizim 6 əskərimiz Kəlbəcər istiqamətində dumanlı hava şəraitində yollarını azaraq Ermənistan ərazisinə keçir və əsir düşürlər. Onları axtarmağa gedən çavuş da əsir düşür və sonra ermənilər məlumat verilir ki, sizin əskərləriniz bizdədir və əskərləri dəyişməyə razılaşırlar. Lakin çavuşu vermirlər, deyirlər ki, çavuş həbsxanasındadır. Fəxrəddin Cəbrayılov deyir ki, bu məsələ ilə bağlı keçmiş Müdafiə Naziri Səfər Əbiyevə məlumat verir və Səfər Əbiyev o zaman sülh sazişi bağlandığına görə 95-ci ildə tərəddüd edir və bu barədə Heydər Əliyevə məruz olunur və Heydər Əliyev də razılıq verir ki, Fəxrəddin Cəbrayılov tərəfindən kəşfiyyat hissəsi göndərilsin 2 istiqamətdə ki, ermənilərdən əsir götürülsün, sonra həmin əsirlər dəyişdirilsin. Fəxrəddin Cəbrayılov deyir ki, 2 istiqamətdə kəşfiyyatçılarımız yola çıxır və bir istiqamət, yəni Raquf Orucovun rəhbərlik etdiyi kəşfiyyat bölüyü düz 10 gün sonra Ermənistandan 3 əsirlə qayıdır və ermənilər də dərhal əlaqə saxlayaraq əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq istəyirlər. Ölkə həbsxanasında saxlanılan çavuş və bizim bir yaralı əskərimiz ki, o da həmin vaxt itkin düşmüşmüş və onun da ermənilərdə əsir olduğu məlum olur. Həmin əskərlə çavuş qaytarılır və əsirlər dəyişdirilir. Düşünürəm ki, təkcə bu qəhrəmanlıq hekayəsinə görə, bu qəhrəmanlığa görə Raquf Orucova milli qəhrəman adı vermək olardı, amma hansı səbəblərdən verilmir, onu da demək, bəlkə də bilənlər var. Amma mən belə düşünürəm ki, 20 il sonra, 30 il sonra milli qəhrəman adı almış şəxslər var və düşünürəm ki, zaman irəliləyir və bu zamanın gerçəkliyində həqiqət ortaya çıxacaq və Raquf Orucova da milli qəhrəman adı veriləcək.